YouTube'a girəndə 10 videodan biri kalitelidir. Sizə niyə görə? Çünki keşfət başlığı ilə YouTube edir. Video paylaşan 2 kanal var. Biri əməkli videolar, digəri isə prim və oğurluq. Bir həftə içində hansına daha çox baxış gələr? Bugün tez oyandım çünki ediləsi çox işlər var. Maksimum prim videoları izləməyə çalışdım. Ən çox nə ola bilər ki? Prim Kasan kanalında videolar belə tipli olacaq. Mesela kameraya girirəm və CapCut atıram. 3 videoda hazırdır. Prim Kasan kanalıma videonu 19.00'da atdım. Sizə hazırlığa gedirəm. Gələndən sonra nə olacaq? Son baxışla mənim videomu keçir. O birisi kanalımda isə işlər yaxşı getmir. Bu cür məktəbdən gələndən sonra çox vaxtım qalacaq. Ümumilikdə 6 video düzəltdim, amma mental sağlığım yaxşı deyil. Bu varlıq alsa yərkən tapansayla oynuyordu. Və sonunda düzəltdiyim videoları paylaşaraq yatdım. Son 3 gündə də əməkli kanalım isə 504 baxış, 1 abunəsi qazanıb. Prim kanalım 18 abunəsi, 3500 baxış və bir həqiqətən məntiqli prim kanalıma belə bir şey yazıb. Belə videoların başını bırax, təkcə elədiyin şey prim kasmaqdır. Azərbaycanın adını batırma, get başqa iş tap özünə. Və həqiqətən 3500 adamın içindən təkcə bu sözü yazan odur. Bu arada bu hekayədə sən də məsum deyilsən. Elə kanallar ola başqa kanallara dəstək olan sənsən. Demək istədiyim həqiqətən əziyyətli kanallar qala-qala əməksiz prim kasan kanallara abunə olmayın ki, Azərbaycanda da YouTube inkişaf etsin.